Abşeron rayonunda 8 noyabr Zəfər günü ilə əlaqədar axıcı kimi aksiyası keçirilib. Tədbirdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayon hüquq mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyasının Abşeron rayon təşkilatının sədri, şəhid ailələri, müharibə iştirakçıları, gənclər və rayon ictimaiyyəti iştirak edib. Aksiya çərçivəsində Xırdalan şəhərində ümumi lider Heydər Əliyevin adını daşıyan parkda 500 ədəd leylandır, eldar şamı, xançınarı və dekorativ kollar əkilib. Əkilən ağaclar üzvü gübrə verilərək suvarılıb. Aksiyanın davamında rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhid ailələri və müharibə iştirakçıları görüşərək onların qayğıları ilə maraqlanıb. Görüşdə Zəfər bayramı münasibəti ilə onları təbrik edən Abdin Fərzəliyev bildirib ki, Azərbaycan Respublikasının prezidenti Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyətli qərarları və iradəsi sayəsində torpaqlarımız işğaldan azad edilib. Şəhidlərimizin, qazilərimizin və ordumuzun şücaəti, döyüş əzmi və xalqımızın birliyi sayəsində 30 illik vətən həsrətinə son qoyulub. Artıq soydaşlarımız işğaldan azad olunan torpaqlarda azad, təhlükəsiz şəkildə yaşamağa başlayıblar. Qeyd edilib ki, ölkəmizdə şəhidlərin əziz xatirəsi daima uca tutulub və şəhid ailələrinə, müharibə iştirakçılarına göstərilən böyük diqqət və qayğı bundan sonra da davam etdiriləcək. Şəhid ailələri də öz növbələrində onlara dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyini, həyatlarının hər anında bunu hiss etdiklərini qeyd edərək, bütün bunlara görə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini ifadə ediblər. Dilbər Vüqar qızı, Bölgə TV.